O deməkdir ki, coğrafi təbəqədə, ətraf aləmdə həmin coğrafi təbəqəni əmələ gətirən kiçik hissələr. Məsələn, sudur, torpaqdır, iqlimdir, havadır, meşədir, çaydır və s. Bax, bunlar hamısı birləşir, əmələ gətirir də coğrafi təbəqəni. Bir təbii kompleks əmələ gətirir. Daha sonra onlar da öz növbəsində bütövlükdə coğrafi təbəqəni əmələ gətirir və təbii komponentlərin də bir-birindən həmişə qarşılıqlı əlaqədə olur. Əgər bu olmasa, coğrafi təbəqənin inkişafı demək olar ki, mümkün olmaz. Bax, təbii komponent deyəndə biz onu başa düşürük. Və süxurların mütləq ki, dövranı cədvəlini biz bilməliyik. 3 dənə növü var da. Onlar dönürlər. Ən birinci maqmatik gəlir də. Sonradan dönür, çökmə süxurlar, metamorfik, bir də maqma gəlir. Bəli, gedişat doğrudur. Burada bir mahiyyəti başa düşməliyik ki, günəş enerjisi və yerin daxili enerjisi coğrafi təbəqədə, ümumiyyətlə yer kürəsində həyatın əsas enerji mənbələrindən biri sayılır. Yəni bunlar olmasa